İlk baxışda tez götürdüyünüz variant, sonra da ayda məsələn falan şey gözümdən necə qaçıb. Bu mümkündür uşaqlar. Mütləq şəkildə. Və sizdən xahiş edirəm uşaqlar. Bax, çox önəmli bir şeydir bu. Səhvi seçin deyəndə, məsələn, tutaq ki, mən test işləyirəm. A variantı, aha, bu səhvdir. Yox, cavab A variantı eləyib keçib, başqa suala keçməyin. Bütün sualları, yəni variantlara bir-bir baxın. Məsələn, A variantı buna görə, bu cümlə buna görə məsələn düzdür. B variantı buna görə düzdür. C variantı buna görə düzdür və məsələn D variantı, aha, bu səhvdir. Və yaxud əksinə, düzgünü seçin deyir, düzgün variantı seçin deyir. Onda A variantı buna görə səhvdir deyib çıxın. B variantı buna görə səhvdir deyib çıxın. Yəni, bütün 5 variantın 5-nə də baxın. Mütləq şəkildə. Yəni ki, o 5 variantın 5-nə də baxanda əmin olun ki, əvvəldən məsələn ilk baxışda tez götürdüyünüz variant, sonra da ayda məsələn falan şey gözümdən necə qaçıb. Bu mümkündür uşaqlar. Ona görə düzü seçin, səhvi seçin tipli cümlələrdə 5 variantın 5-nə də baxın. A buna görə səhvdir, B buna görə səhvdir, C buna görə... Bu sözü deməyi bilin. Yəni deyin mütləq.